Hər kəs salam. Bugün nitrat turşusu mövzusunu izah eləyəcəm. Video başlamazdan əvvəl kanala abunə olub video like atsa sevinərəm. Bacardığım qədər asan yolla izah etməyə çalışacağam. Ümid edirəm sizin üçün də faydalı videolar və ümid edirəm bu izahdan sonra da testlər rahat şəkildə işləyə bilərsiniz. Başlayaq uşaqlar. Uşaqlar, biz bilirik nitrat turşusunun formulu HNO3-dür. Uşaqlar, nitrat turşusunun formulu HNO3 şəklində yazılır. Uşaqlar, burada azotumuz müsbət 5 oksidləşmə dərəcəsi göstərir. Valentliyi isə 4 valentli olur. Uşaqlar, azot burada yalnız oksidləşdirici xassə göstərir. Niyə? Çünki burada maksimum oksidləşmə dərəcəsinə malik olduğuna görə burada yalnız oksidləşdiricidir, düzdürmü? Uşaqlar, gəlin onda alınmasından danışaq. Nitrat turşusu necə alınır? Deməli, nitrat turşusu biz bilirik alınması bir laboratoriya şəraitində baş verir, 2 sənaye şəraitində baş verir. Danışırıq birinci laboratoriya şəraitində. Deməli, laboratoriya şəraitində necə alınır? Deməli, kalium NO3-ün üzərinə sulfat turşusu gəlirik, ancaq qatı sulfat turşusu gəlirik və bu zaman uşaqlar alınır bizdə bir nitrat turşusu. Aldıqmı nitrat turşusunu laboratoriya şəraitində? Bir də alınır kalium HSO4 uşaqlar. Baxın, buradakı nitrat turşusu bu hidrogenin birini götürdü, düzdürmü? Aldı HNO3. Burada bir kalium qaldı. Bir də burada hidrogenin biri və SO4. Burada yazdıq uşaqlar. Ancaq əsas bizdə alındı HNO3 bu şəkildə. Gəlin indi sənayedə alınmasına baxaq. Bu laboratoriya şəraitində alınması idi. İndi baxırıq biz sənayedə necə alınır. Sənayedə uşaqlar NH3-ün üzərinə oksigen gəlməklə ala bilirik və yaxud da NO2, O2, buradan NO üzrü sayın. NO ilə O2, NO ilə. NO ilə O2 birləşir bizə NO2-ni verir uşaqlar. NO2-ni. Daha sonra NO2, O2, su da birləşir bizə. Bax, bu üçü bir yerdə. NO ilə O2-dən aldıq biz NO2-ni. Daha sonra NO2, O2 su birləşir bizə verir HNO3, yəni nitrat turşusunu. Bax, bu da sənayedə alınmasıydı. NH3O2-dən isə NO ilə su alınır. NO ilə su. Bu NO da, bax bu NO da girdi O2 ilə NO2 verdi. Sonra NO2, O2 ilə su ilə nitrat turşusu verir. Yəni, mərhələli şəkildə sənayedə belə alınır. Və yaxud da biz bunu ümumiləşdirsək, sənayedə bax, belə deyə də bilərik. Ümumiləşdirsək bunu, yazarıq belə. Deməli, NH3-dən biz aldıq NO-nu, NO-nun üzərinə O2 gəldik, aldıq NO2-ni, NO2-nin üzərinə O2, üzərinə də su gələndə aldıq nitrat turşusunu, HNO3-ü. Bax, bu şəkildə. Və yaxud da bunu əmsallaşdırıb da deyə bilərik. Çünki məsələn deyir ki, bir amonyakda neçə NO və yaxud da bir amonyakda neçə NO3 alınır. Onu da bu şəkildə göstərə bilərik. Gəlin fərqli rənglə yazaq bunu. Qırmızı ilə yazacağım. Yəni, bir N2-dən, uşaqlar, bir N2-dən 2 dənə NH3 alınır. Sonra 2 NH3-dən 2 NO alınır. 2 NO-dan 2 NO2 alınır. 2 NO2-dən də 2 HNO3 alınır. Bu şəkildə. 1 N2-dən 2 amonyak, 2 amonyakdan 2 NO, 2 NO-dan 2 NO2, 2 NO2-dən də 2 HNO3 almış olduq. Uşaqlar, deməli biz danışırıq indi nitrat turşusunun fiziki xassələri. Uşaqlar, nitrat turşusu rəngsizdir, boğucudur, boğucu iyilidir. Daha sonra deməli, adətən sarı rəngdə olur. Deməli, nitrat turşusu deməli rəngsizdir. Sonra sarı rəngdə olduq dedik.
rəngsiz oldu, sarı rəngdə oldu dedik. Mayedir, aqreqat halı. Özdə uşaqlar tüstülənən mayedir. Tüstülənən mayedir. Sonra indi gəlin biz bunu danışaq kimyəvi xassələrindən. Bunun nə idi? Fiziki xassələri idi. Kimyəvi xassələri uşaqlar reaksiyaya girməkdir də deməli. Birinci məsələn kalsium oyla reaksiyaya girir. Kalsium onun üzərinə gələk nitrat turşusu HNO3. Bax buradan alınır kalsium nitrat turşusunu götürür. Alınır duz. Kalsium NO3 2. Düzdürmü? Bir də bu hidrogen, bu oksigen nə oldu? Su əmələ gəldi. Və yaxud da sink oyla da reaksiyaya girir. Sink onun üzərinə yenə HNO3 gələndə yenə uşaqlar alınır buradan sink nitrat, sink NO3 2 və bir də yenə su. Bax bu şəkildə. Sonra biz deyirik ki, turşular əsaslarla girir. Düzdürmü? Turşular əsaslarla reaksiyaya girir. Turşu ilə girməz, əsas əsasla girməz, amma turşu ilə əsas girir. Yəni, məsələn, amfoter əsas yazıram bura, alüminium OH3, düzdürmü? Bir də üzərinə gəlirəm HNO3 nitrat turşusuna. Buradan nə alınır uşaqlar? Alüminium nitratı götürür, hidrogen də OH-ı götürür. Bir alındı deməli bizdə alüminium nitrat, düzdürmü? Alüminium nitrat bir də alındı su bu şəkildə. Sonra nitrat turşusu NH3 ilə də reaksiyaya girir. Deməli alınır buradan birləşmə reaksiyasıdır uşaqlar. NH4NO3. NH3 bu hidrogen götürdü oldu NH4, bir də NO3 də davamında yazdıq. Uşaqlar nitrat turşusu bayaq dedik necə alınır? NO2 üzərinə O2 üzərinə su gəlməklə, düzdürmü? Alındı nitrat turşusu. Həmin reaksiyanı gəlin bir də yazaq. Bax dedik ki, NO2 idi, üzərinə O2 gəldik, bir də üzərinə gəldik su. Burada nə aldıq biz? Nitrat turşusu. Uşaqlar, eyni qayda nitrat turşusu da HNO-da parçalanır. Bunu biraz balaca yazaq. Aha, HNO-da parçalanır yenə eyni şəkildə. NO2-yə, O2-yə, suya. Bax bu da nitratın parçalanma reaksiyasıdır. Xüsusi xassəsidir nitratın. Uşaqlar, nitrat turşusu dedik ki, həm duru halda olur, həm qatı halda olur. Düzdürmü? Nitrat turşusu həm duru halda oldu, həm də qatı halda oldu. Bəs bunlar metallarla reaksiya girsə nə çıxar? Yəni məsələn duru nitrat aktiv metallarla, duru nitrat orta aktivlərlə, passivlərlə və ya da qatı nitrat necə girir? Uşaqlar, bunun üçün bir qrafik çəkəcəm sizlər üçün. Bax yazıram. Gəlin bu silək. Bizə maniçik törətməsin. Bax yazıram 1 HNO3 duru. D yazdım. Bir də yazıram HNO3 qatı. Düzdürmü? Bax qrafikimi də çəkdim. İndi biraz belə yazaq. Aha. Uşaqlar. Burada yazıram aktiv metalları yazıram. Natriumdur, kaliumdur, kalsiumdur. Bax bunlarla girsə əgər duru nitratla verir NH3. NH3 yəni natrium duru nitratla girəndə, kalium duru nitratla girəndə, kalsium duru nitratla girəndə NH3 verir. Amma qatı nitratla girəndə, bax bu qatıdır. Qatı nitratla girəndə isə N2 onu verir. Bu şəkildə. İndi gəlin silək bunu. Bunu bildikdə düzdürmü? İndi yazaq orta aktivləri. Məsələn, yazıram bunu. Aha, orta aktivlər yazıram. Məsələn, yazıram maqneziumu, yazıram alüminiumu, yazıram sink, yazıram xrom, dəmir, sonra nikel. Bax, bunlar da duru nitratda verir N2O, qatı nitratda verir NO. Yəni, harada siz görsəz maqnezium duru nitratla girib, yaxud da alüminium, sink, xrom, dəmir, nikel bunlar duru nitratla girdi,
deyəsiz N2O çıxır. Və yaxud da qatı nitratla girdi, orta aktivlərdə deyəsiz NO alınır bu şəkildə. İndi bunu da silək. Gəlin görək passivlərdə necə olur. Görək passivlərdə necə olur. Məsələn, passivlər nədir? Plübium, kuprum, HC, AC, PTA-nı saymıram. Onların da ayca qaydası var. Bax, bu 4 dənə metal görsək, plübium, kuprum, HC, AC. Bununla girsə, duru nitratla verir NO, qatı nitratla verir NO2-ni. Aha, bəs 2 dənə pasiv metalımız qaldı. 2 dənə pasiv metalımız qaldı. Bunlar hansılardır? Aha, bunlardan biri PT-dir, bir digəri AO-dur. Bax, bunlar nə duru nitratla girmir, nə də qatı nitratla girmir. Heç biri ilə girmir. Tamam mı? Yəni, məsələn, PT üzərinə gəl, HNO3 duru, deyəsən, reaksiya baş vermir. Və yaxud da AC üzərinə gəl, üzrünü sayın AO. AO üzərinə gəl, məsələn, qatı nitrat. HNO3 qatı. Deyəsən, yenə girmir. Yəni, baxın, bu şəkildə girmir. Aha, indi lövhəni silək. Deyirik ki, uşaqlar, dəmirdir, xromdur, nikeldir, alüminiumdur. Bu 4 metal gördünüz. Adi şəraitdə nitratda passivləşir. Nitrat turşusuna passivləşir. Qızdırıldıqda reaksiya girir. Deməli, qızdırıldıqda gedir. Adi şəraitdə nitrat turşusu nə edir? Passivləşir. Sonra deyirik ki, dəmirlə xrom həm duru, həm də qatı nitratla 3 valentdə olur. Yəni, dəmir deyirik, həm 2 valentli, həm də 3 valentli metaldır. Dəmirdir, bir də xromdur. Bu hər ikisi reaksiya girir. Nə ilə? Nitratla. Düzdürmü? Nitratla girəndə həm durusu ilə, həm də qatısı ilə girəndə neçə valentdə olur? 3 valentdə olur. 3 valentli xassəyə göstərir. Yəni, məsələn, alınır dəmir NO3, 3 gördünüzmü? Bu da 3 valentlidir. Və yaxud da xrom yenə. Xrom NO3, 3 gördünüzmü? 3 valentlilik göstərdilər. Uşaqlar, bir də danışırıq biz. Məsələn, kükürtlə, fosfor yaxud da qeyri-metallar reaksiya girəndə nə alınır? Məsələn, karbon, düzdürmü? Nitrat turşusu ilə girsin, HNO3 qatı ilə girsin, nə verəcək? Yadınızda saxlayın, bir CO2 karbona görə, bir azota görə NO2, bir də su. Bax, bu şəkildə. Və yaxud da götürək kükürt, nitratın qatısı ilə girsin, görək nə verir? Yenə eyni şəkildə. Bir kükürt H2SO4 verəcək uşaqlar. H2SO4. Bir NO2, bir də su. Tamam mı? Bu şəkildə. Və ikisindən də NO2 çıxdı. Fosfor da necə olar sizcə? Fosforda da fosfor qatı nitratla girər. Fosfat turşusu verər 1H3PO4. Yenə NO2, bir dənə su. Bax, bu şəkildə alınmış oldu qatılarda. Bəs gəlin görək kükürtlə sulfat, kükürtlə üzr sayın fosfor duru ilə girsə nə verər? Silin buranı. Qatı ilə gördünüzmü? Hərəsi öz turşusunu, biri H2SO4, biri H3PO4, bir də hər ikisi NO2 və su. İndi yazıram kükürt, HNO3 duru, HNO3 duru, bir də fosfor. HNO3 duru. Gəlin görək nə verir. Buradan uşaqlar duruda H2SO4 verir bu. Bu yenə H3PO4 verir. Ancaq uşaqlar bayaq NO2 çıxmışdı, düzdürmü? İndi bunun rəngini dəyişim. Burada NO çıxır. Yenə buradan NO çıxır. Deməli, kükürt fosfor qatı ilə girəndə, qatı nitratla girəndə NO2, duru nitratla girəndə
NO verdi bizə. Baxın, bu şəkildə göstərmiş olduq. Gəlin danışaq nitrat turşusunun duzlarından. Deməli, danışırıq biz nitrat turşusunun duzlarından. Deməli, uşaqlar, nitrat turşusunun duzları nitratlar adlanır. Hamısı suda yaxşı həll olur. Natrium, kalium, kalsium, NH4 nitratları şoralar adlanır. Məsələn, natrium NO3, kalium NO3, kalsium NO3, 2, sonra NH4 NO3. Baxın, bunları gördünüzmü? Bunlar nə adlanır? Şoralar adlanır. Aha. Uşaqlar, natrium NO3-ə deyilir. Natrium NO3-ə deyilir Çili şorası. Kalium NO3-ə deyilir Hindistan şorası. Hindistan şorası. Kalsium NO3-ə deyilir Norveç. Şu yazıram, yəni şorası. Buna isə deyilir amonium şorası. Yəni bunlar düşür ha. Soruşur məsələn natrium NO3-ün adı nədir? Deyəsiz Çili şorası. Kalium NO3-ün adı deyəsiz Hindistan şorası. Kalsium NO3-ün adı nədir? Deyəsiz Norveç şorası. Bu da nə oldu? Amonium şorası oldu. Gəlin bunların reaksiyalarından danışaq. Aha. Gəlin reaksiyalarından danışaq ki, necə alınırlar? Bu natrium NO3-dür, kalium NO3-dür. Necə alınır? Uşaqlar, deməli, bunun rəngini dəyişirəm. Natrium karbonatın nitrat turşusunun reaksiyasından natrium NO3 alınır. Baxın, natrium bu NO3 götürür. Hidrogeni də karbonata götürür, alınır H2CO3, düzdür? H2CO3 də parçalanır. Yəni, bu natrium NO3 yazın. Bir dənə alındı bizdə. H2CO3 hidrogen karbonat götürdü. Bu da parçalanır. Nə alınır? Aha. Bu da alınır karbon qazı və suya. Və yaxud da məsələn yazıram kalsium karbonat. Kalsium karbonat da HNO3 ilə girir. Yenə bizə verir kalsium NO3 2 və HCO3. HCO3 də parçalandı. Deməli, karbon qazıya və suya. Bax, bu şəkildə. Sonra bir digər reaksiyamızda, məsələn, natrium karbonat. Düzdürmü? Natrium karbonat NO2 ilə girir. Deməli, buradan alınır natrium NO3, natrium NO2 və bir də karbon qazı. Bax, bu şəkildə alınır. Və yaxud da natrium OH. Natrium OH da NO2 ilə girir. Deməli, alınır natrium, yenə NO3, natrium NO2 və bir də su. Sonra, indi uşaqlar, duzların parçalanması var. Yəni, duzlar parçalananda bu nitratın duzları parçalananda nə alınır? Deməli, nitratın duzlarını biz bu şəkildə göstəririk. Metal, NO3, bir də N neçə var indi o şəkildə. Biz bayaq bir cədvəl yazdıq, gördünüzmü? Hansı cədvəldir? Yəni, metalları sıraladıq. Metalları necə sıraladıq? Gəlin sıralamanı yazaq. Natrium, kalium, kalsium, magnezium, alüminium, düzdürmü? Sink, xrom, dəmir, nikel, sonra plübium, kuprum, Hıcı, acı, pıtı və A. Bu şəkildə sıraladı. Natrium, bir də keçək üstə natrium, kalium, kalsium, magnezium, alüminium, sink, xrom, dəmir, nikel, plübium, kuprum, hıcı, acı, pıtı və A şəklində. İndi baxın. İndi deyirik ki, uşaqlar, magneziuma qədərdirsə, magneziuma qədər, yəni bax bura kimi. Bura kimi. Sonra bir də magneziumdan
kuprum hardadır? Yəni bax bura. Kuprum arası, bir də bax bunlar da bir ayrı kateqoriyadır. Yəni bu parçalananda, yəni metal əgər natrium olarsa, metalın yerinə kalium dayanarsa, metalın yerinə bu metalın yerinə kalsium, maqnezium dayanarsa, uşaqlar parçalananda bir alınır metal NO2, yəni 2 dedim N, üzr sayın. Aha. N, bir də alınır O2. Bax bu şəkildə. Bu alüminium NO3, sink NO3, xrom, dəmir, nikel, plübium olanda isə alınır metal O, yəni alüminium O, sink O, xrom O, dəmir O, nikel O, plübium O, NO2 və O2. Aha, pasiv metallarda isə, yəni metalın yerinə kuprum duranda, Hc duranda, Ac duranda, Pt duranda, Au duranda, bunlarda isə alınır metal, yəni kuprum, Hc, Ac, Pt, Au, yəni metal, metal, NO2, O2. Bax bu şəkildə öyrənmiş olduq. İstisna 2 dənə qaydamız var ki, hansı qaydalardır bunlar? Silim. Aha. İndi göstərirəm sizin üçün. İstisna budur. İstisnalı qeyd edirsiniz. İstisna litium NO3. Bir də kuprum NO3 2. Normalda litium aktivlərə aid idi də, yəni burada nə alınırdı? Metal NO2N və O2 alınmalıydı, düzdürmü? Amma burada istisna alınır litium 2O, NO2, O2. Yəni bu özünü orta aktiv kimi göstərir litium. Və yaxud da kuprumda pasiv metaldır, düzdürmü? Yəni metal, yəni kuprum, sonra NO2, O2 alınmalıydı, düzdürmü? Ancaq bu da özünü orta aktiv kimi göstərir. Yəni kuprum O, NO2, O2 verir. Bax bu şəkildə göstərmiş oldu.